Məktəbə qədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin qərarına əsasən bu il bütün dövlət məktəblərində son zəng tədbiri iyunun 13-də keçiriləcək. Əsas qaydalar və qadağalar bunlardır. Tədbir səhər saat 8, 9 və ya 10-da başlamalı və ən gecə 2 saat çəkməlidir. Məktəbin həyətində, həyəti olmayan yerlərdə isə idman və ya akt salonunda təşkil olunmalıdır. Şagirdlər xüsusi geyimləri yox, mütləq məktəbli forması geyinməli, xarici görünüşləri səliqəli və intizam qaydalarına uyğun olmalıdır. Bayağı musiqilərə icazə verilmir. Tədbir dövlət himni və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamalı, milli mənəvi dəyərlərə uyğun keçirilməlidir. Dəvət olunan qonaqlar üçün xüsusi hazırlıq aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi kənar şəxslər deyil, yalnız məktəbin daxili imkanları hesabına hazırlanmalıdır.